RFN finalları və olimpiadalar üçün növbəti suala baxırıq. Nisbətən sadə görünən bir sual. Amma bu suallar ümumiyyətlə belə deyim, istər AMO, SASMO bu tipli olimpiadalarda düşür. Sadəcə burada təbii ki, şagirdin vurma qabiliyyətini, yəni hesablama bacarığını yoxlamaq deyil. Burada müəyyən bir yolla həm vaxt baxımından verilən bir sualdır ki, təbii ki, burada elə bir yol var ki, indi baxacaq bir yerdə. Deməli, elə bir yol var ki, məsələn, bunu düzgün olmayana çevirib, təzədən vurub şey eləmək, o həmin yoldan daha rahatdır. Bunu da ilk baxışda anlamaq üçün, yəni necə deyim, gərək ki, bu suallardan mütəmadi şəkildə işləyəsən ki, imtahanlarda da qabağına çıxsa, artıq rahat şəkildə yaza biləsən. Deməli, baxırıq nəyə? 999 tam 999-da 995. Vuraq 999-dur və biz bunu, bu misalın ya birinci tərəfini sadələşdirməliyik. Sadələşdirmək də deyəndə ki, yəni əslində bu başqa bir forma şəklində yazmalıyıq. Ya birinci kəsr tərəfi, ya da ki, tam ədədi, yəni 999 sağdakı ədədi. Yəni 999 nə yazmaq olar? Ya min çıxaq 1 yazmaq olar, ya da soldakı kəsri, deməli biz soldakı kəsrlə işimizi görək də. Yazacam nə? 1000 çıxaq 999-da 4, deməli 900 çıxanda 999 tam 999-da 995 olacaq. Bunu da vuracam nəyə? Bunu da vuracam 999-a. Baxın, burada artıq mən bunu vurub aça bilərəm. Nisbətən də daha rahat olacaq bayaqkından. Deməli, birinciyə vuranda bərabər olacaq, tutaq ki, 999 min, deməli, ikincisində isə 999 vuraq, 999-da 4 vuraq, 999. 999. Bunlar indi ixtisar getməlidir axı. Bu da bərabərdir. Yekunda nə olacaq? 999 min çıxaq 4. Bu da eləyəcək 998 min 996. 998 min 996. 38-ci sualda düzgün variant D variantı.